Gelmişik 7 Gözəl şəlaləsinə Qəbələdə. Bax bu həmin o 7 Gözəl şəlaləsi. Silinib, daşınıb, fikirləşmək lazımdır. Özünüzü və ailənizi istirahətdən məhrum etmeyin. Bakın göstərin. Allah həmin şəlalədir. Görürsünüz, təbii nə gözəl. Bakın. Bakın buradan. Möhtəşəm görüntü değil mi? Bakın bak görün. Möhtəşəm görüntü, süper. Yani istirahat eləmək için gəlirsən Qəbəliyə, 7 Gözəl şəlaləsinə gəlirsən. İlkin yeməklə səhər bir pavyonlar, yeməkxanalar var. Ancaq gəzmək istəyirsinizsə, bakın, pulsuz gəlib gəzə bilərsiniz. Başlı yerləri, bakın buyurun. Ve buranın düşməyin özü də bir qəhrəmanlıq tələb edir. Baxın. Şəlalə bolluğudur burada. Baxın. Hər tərəfdən su var. Görün bax. Bakın bak. Görürsünüz. Ya bu güzellik. Bunun için hiçbir sərhəd geçmək, hiçbir gömrükdən geçmək lazım yok. Başka ölkə geçməyə ihtiyaç yok. Bakın. Görürsünüz necə. Bakın. Ya bura bakın, pilləkənlərine bakın. Bəli. Güzeldir. Və bunları ona göre çəkib paylaşıram ki, mən həm gəlmişəm istirahət eləməyə, həm də sizə göstərməyə. Məsələn, istirahət eləmək üçün çox düşürüb daşınmaq, çox maliyyə tələb eləməyən bax yerlərdir. Azərbaycanımızın ən gözəl yeri Qəbələ. Gəlirsən 7 Gözəl şəlaləsidir. Və burada girirsən, heç bir problemi də yox. Sərfəli. Dediyim kimi, heç bir ölkənin tamoyunu keçmədən, sərhədin keçmədən öz ölkəmizdə rahat gəlib istirahət edebilir. Demək olar ki, havayı. Bax bu, o adamlar üçündür ki, kimin imkanı yoxdur xaricdə istirahət eləməyə. Evet, göstərirəm, baxın.